Kvadrat köklərin dərs izahı. Birinci başladıq, hesabi kvadrat kök nədir? Kvadratı a-ya bərabər olan ədədə a-nın kvadrat kökü deyilir. Bax, məsələn, bu kök altında a-nın kvadratı düzdür. Biz buna deyirdik ki, bu nəyin kvadratıdır? Kökdən həmin ədəd çıxır. A kvadratıdırsa, buna nə çıxacaq? A. Amma bir şey yazı saxlayın ki, modulda a çıxır. Yəni, bu əslində kökdən mənfi çıxmır. Amma şərt versə ki, məsəl üçün a sıfırdan kiçikdir, o zaman sən mənfi a çıxarda bilərsən. Amma a şərt verməsə, onda elə müsbət a kimi düşünəsən. Məsələn, kök altında 25-dən nə çıxacaq? 5. Məsələn, kök altında 144-dən nə çıxacaq? Bunu lap belə yaza bilərik. 12-nin kvadratı kimi. Onunla kök nə çıxır? 12. Kökün bu hissəsində olmayan ədəd, bax, 2 deməkdir, onu yazmırlar. Ona görə deyirlər ki, kvadratı a-ya bərabər olan ədədə a-nın kvadrat kökü deyilir. Sonra buradan kök altında a-dan deməli çıxartdıq ki, a sıfırdan böyükdürsə, nə çıxacaq? A-nın özü çıxacaq. Bəs kökaltı ifadənin nə vaxt mənası olur, nə vaxt mənası olmur? Məsələn, bu kök altında 25-dir. Bu ifadənin mənası var. Amma kökün altında mənfi olsa, o ifadənin mənası yoxdur. Yəni, kökaltı ifadə heç vaxt mənası mənfi ola bilməz. Kökaltı ifadə həmişə müsbət olmalıdır. Sonra, məsələn, sən kökaltı 36-dan kök altında 36-dan nə çıxardasın həmişə? 6. Amma sən düşünsən ki, kökaltı 36-dan bunu kök altında, bu mənfi altında kvadrat axı 36-dır. Mən çıxardım mənfi 6. Mənfi 6. Bax, o zaman bunun mənası olmaz. Çünki kökdən mənfi çıxa bilməz. Ancaq şərt versə. Şərt də dəyişənlərə aid olur. Yəni, hər rəqəmlərə aid olmur. Bundan sonra keçək. Deməli, burada nə öyrəndik? Nə vaxt ifadənin mənası olur, nə vaxt mənası olmur. Kökaltı ifadə müsbət olsa mənası var. Kökaltı ifadə mənfi olsa mənası yoxdur. Sonra buradan gəlir rasional və irrasional anlayışı. İrrasional. Rasional n bölünsün n şəklində göstərilə bilən ədədlərdir. İrrasional kökdən çıxa bilməyənlərdir. Yəni, kökün altında bir ədəd qalsın. Məsələn, kök altında 41. Kök çıxır bundan? Yox. Kök altında 59. Kök çıxır? Çıxmır. Onda bu irrasionaldır. Rasional hansı oldu? Kökdən çıxanlar. Məsələn, kök altında 36 rasionaldır. Kök altında 16 rasionaldır. Kök altı 25 rasionaldır. Və yaxud da ki, 3-ün özü rasionaldır. Məsələn, 5-də 11 rasionaldır. Çünki həm bir ədədlər mənfili müsbətli bir yerdə, həm də kökdən çıxanlar rasional sayılır. Kökdən çıxa bilməyənlər isə irrasional sayılır. Bundan sonra, məsələn, buradan 3-cü dərəcədə görə bilərsiniz. Yəni, hər kök 2-ci dərəcə olmur. Məsələn, 3-cü dərəcə olan köklər də var. 3-cü dərəcədən mənfi 8 görsəz. Bu necə eləyəsiniz? Yazıram ki, 3-cü dərəcədən mənfi 8 nə deməkdir? Mənfi 2-nin kubudurmu? Düzdür? Bax, indi buradan. Bu 3 bu 3'ü apara bilər, eyni şeydir. Onda kökdən nə çıxar? Mənfi 2. Bəyək dedik kökdən mənfi çıxa bilməz. Amma artıq bu 3-cü dərəcəsi olar. Yəni, cüt dərəcədən çıxa bilməz. Bax, məsələn, 4-cü dərəcədən 81. İndi buna nə çıxardacaqsan? 4-cü dərəcədən 81 nə deməkdir? 3 üstü 4 deməkdir. Bax, bu 4 bu 4 aparar. Nə çıxar yerdən? 3. Aydındır. Bax, məsələn, 81 a kvadrat olsun. A üstü 4 olsun. Bundan kök nə çıxar? 4-cü dərəcədən deyək. 81-i 3 üstü 4 yaza bilərsən. Yazıram ki, 81-i 3 üstü 4. A üstü 4. 4-cü dərəcədən. Onda
bu 4-cü dərəcə bir-birini aparsa, yerdən nə çıxacaq? 3A. Başa düşürük. Sonra məsələn 3-cü dərəcədən 125 B üstü 6. Bundan kökünə çıxacaq. Buradan 3-cü dərəcəni belə yazsam, 125 nə deməkdir? 5-in kubu B üstü 6, düzdür? İndi baxın. 3 ilə 3 bir-birini apardı. Yerdən 5 çıxdı mı? Çıxdı. 3 ilə 6 xəstər getsə nə qalır yerdə? B üstü 2. Qalacaq 5B-nin kvadratı. Aydın oldu. Məsələn, 4-cü dərəcədən 16 A üstü 8 B üstü 12. İndi bundan kök çıxartmaq istəyirəm. 16 nə deməkdir? 2 üstü 4 deməkdir. 2 üstü 4-dən kök nə çıxacaq? 2. Bundan da həmişə yarısı çıxır. A-nın kvadratı B-nin kubu. Aydın oldu mu? Oldu məncə. Başqa buradan nə deyə bilərəm? Aha, indi qaldığımızdan davam edək. Yəni buradan biz xülasə olaraq nə öyrəndik? Əgər cüt dərəcə olsa, yəni kökün altında, məsələn 6-cı dərəcədən x üstü 6, 6 altına aparır, amma cütdür deyə modulda çıxır. Əgər bu tək olsa 5-ci dərəcədən x üstü 5, o zaman 5 5-i aparır, təkcə x çıxır. Modulda cüt olsa modulda çıxır, tək olsa özü çıxır. Bu da modulda çıxanda sənə şərt verəcək. Əgər x sıfırdan böyük şərtini desə, cavabın x-dır. Əgər x sıfırdan kiçik cavabını versə, sənin cavabın mənfi x-dır. Belə. İndi bir dənə nümunə yazaq. Məsələn üçün deyir ki, m sıfırdan kiçikdir. Kökün altında 5-ci dərəcədən m üstü 5 çıx 4-cü dərəcədən m üstü 4. İndi bu təkdir deyə modulda nə çıxır? Elə özü çıxır. Yəni m. Amma bu cütdür deyə harada çıxacaq? Modulda. Düzdür? Bunun mənfi müsbət olduğunu şərtə əsasən deyəcəm. Burada m sıfırdan kiçikdir, düzdür? Sıfırdan kiçiksə deməli necədir? Mənfidir. Deməli bax buradan kök nə çıxarmır? Mənfi m. Bilirik ki, mənfi arada gəlsə üstə gəl olur. Olur m üstə gəl m. O da verdi bizə 2m. Aydın oldu mu? Məncə aydın oldu. Sonra məsələn 6-cı dərəcədən m üstü 8 bunu da deyim sizə. Buradan kök nə çıxacaq? Baxın, siz bunları belə yanaşı ixtisar edə bilərsiniz. Bax 6 ilə 8 bir-birini aparar. Burada 3, burada 4 qalar. Düzdür? Düzdür? Yəni qalar nə? 3-cü dərəcədən m üstü 4. Düzdür? Buradan 3-cü dərəcədən m üstü 4-ü belə parçalaya bilərsən, m-in kubu vurulsun m kimi. O zaman buradan da m-in kubundan, 3-cü dərəcədən m kubundan m çıxar. Kökün altında m də olduğu kimi qalar, amma 3-cü dərəcəni buraya yazmalısınız. Aydın oldu. Sonra gəldi kökün xassələri. Kökün hansı xassələri var? Deməli, sən əgər mən qeyd edirəm ki, mən bu dediyim xassələr A-nın da sıfırdan böyük, B-nin də sıfırdan böyük olan halına uyğundur. Məsələn, n-ci dərəcədən A vurulsun, B olsun. Bunlar bir kökün altındadırsa, sən bunu ayrı-ayrı köklərin altında yaza bilərsən. Məsələn, 3-cü dərəcədən 6 vuraq 2-dirsə, sən bunu belə yaza bilərsən. 3-cü dərəcədən 6 vurulsun, 3-cü dərəcədən 2. Bölməni də eyni qaydada ayrı-ayrı kəsrlərdə yaza bilərsən. Məsələn, n-ci dərəcədən A bölünsün B-dirsə, sən bunu n-ci dərəcədən A bölünsün, n-ci dərəcədən B kimi göstərə bilərsən. Digər bir xassəmiz. Kökaltı ifadələr. Bura n, bura m olsa, bu da A olsa. Bunu, bax, sən buradakı kökləri bir-birinə vurub yaza bilərsən. N vurulsun m,
kökün altında da A. Aydın oldu. Bəs bu da nümunə yazaq. Bəs bura 3-cü dərəcədə, bura 5-ci dərəcədə, bu da olsun A. Sən burada bu 3-ü 5-ə vurub birbaşa kök altında 15-ci dərəcədən A deyə bilərsən. Aydındır. Sonra bu qədər. Xəstələr bu qədər. Bundan sonra nəyə öyrənəcəyik xəstələrdən sonra? Vurğu kökün altına salma, bir də kökdən çıxarma. Kök altına salma deyim birinci. Kök altına sal. Məsələn, 3 kök altında 2 olsun. Ümumiyyətlə A kök altında B. Bu A-nı kökün altına salmaq üçün A-nı kvadrata yüksəldib B-yə vururuq. Olur A kvadratı vurulsun B. İndi baba burada 3 kök altında 2-ni kökün içinə salmaq istəyirəmsə nə edəcəm? 3-ü kvadrata yüksəldib bunun içinə vuracam. 3-ün kvadratı vurulsun 2. O da neçə? Kök altında 18. Məsələn 5 kök altında 3. Bu 5-i kökün içinə salmaq istəyirəmsə, kvadrata yüksəldib, yəni 25 vurulsun 3. O da 75 kökün altında. Sonra buradan başqa nə deyə bilərik? Məsələn, bir dənə seçim nümunə yazım. 6, amma burada 3-cü dərəcə görsən. 3-cü dərəcə. 3-cü dərəcədən 2. O zaman bu 6 və bunun dərəcəsinə görə girir də bunun içinə. Burada heç normalda bayaq nə demişdik? 2 idi, düzdür? Ona görə kvadrata yüksəldi, girdi. İndi burada isə 3-dürsə, 3-ə yüksəlib girəcək içinə. Olacaq 6-nın kubu vur 2 və 3-cü dərəcədən. O da verdi 3-cü dərəcədən 432. Aydın olur. Məsələn, bu nümunə yazaq. Məsələn, 3 kök altında 4-cü dərəcədən 2 olsun. Bu 3 bu kökün içinə girəcək. 3 üstündə 4 kimi. Düzdür? Başa düşə bilirsən? Vurulsun 2. O da 3 üstü 4, 81 vur 2. Yəni 162 elədi. Bir də var kökdən çıxarma. Kökdən çıxarma qısa yazdım. Bunun üçün nə deyəcəyik? Deməli, nümunələrlə göstərmək daha düzgündür. Kök altında O2-ni kökdən necə çıxaracaqsan? İlk öncə düşünməlisən. Nə vuraq, nə kimi yazım ki, biri kökdən çıxsın. Mütləq biri kvadratik olmalıdır. Məsələn, kök altında O2-ni 16 vurulsun 2 kimi yaza bilərsən. 16-dan qırağa nə çıxar? 4. Kökün altındakı da olduğu kimi qalar. Məsələn, kök altında 75. 75-i necə yaza bilərsən? Kök altında 25 vurulsun 3 kimi. Düzdür? 25-dən kök nə çıxar? 5. Kökün altında 3. Məsələn, 64 yox, 128 olsun. Məsələn, kök altında 128-ci yaza bilərik. Kök altında 64 vurulsun 2 kimi. 64-dən qırağa nə çıxar? 8. Kökün altındakı da olduğu kimi qalar. Sonra gəlirik vacib məsələlərdən biri məxrəci irrasionallıqdan azad etmək. Ümumiyyətlə verilmiş kəsirin məxrəcini irrasionallıqdan azad etmək üçün kəsirin sürət və məxrəcini onun qoşmasına vurmaq lazımdır. Qoşma nədir? Adından göründük ki, məsələn, bunun məxrəci 3 kök altında 5-dirsə, bunun qoşması, bax yazıram, qoşması 3 minus kök altında 5 olacaq. Çıx kök 5-dirsə, üstə gəl kök 5 olacaq. Yəni məxrəcdəki nədirsə, onun əksi olacaqlar. İndi baxın, nümunə yazıram. Nümunələr. 6 bölünsün kök altında 3. Məxrəcdə kök qala bilməz.
qalıbsa onu mütləq azad eləməlisiniz. Bu ifadəni kökdən azad eləmək üçün məxrəci onun həm məxrəci, həm də surəti kök altında 3-ün özünə vuracaqsan. Çünki burada üstəgəl çıxma yoxdur ki, onun əksinə vurasan. O zaman kök 3 kök 3'ə vuranda 3 eləyir. 6 kök altında 3. 3 ilə də 6 ixtisar gedir 2. Yerdə qalır 2 kök altında 3. Məsələn 5 bölünsün kök altında 7. Bu 5. Məxrəcdə nə var? Kök 7 var, düzdür? Həm yuxarını, həm aşağını kök altında 7'ye vuracaqsan. Bu da eləyəcək 5 kök altında 7 bölünsün. Kök 7'ni kök 7'ye vursan, elə 7'nin özü eləyəcək. Kök 6 ifadəni özünə vuranda kökdən özü çıxır. Məsələn, kök 5 vurursun, kök 5 5'dir. Kök 6 vur, kök 6 6 6'dır. Buna aydın oldu məncə. İndi bunun ikinci etapını deyək, çıxmalı, toplamalı olan. Məsələn, 14 bölünsün 3 plus kök altında 2. Bunu azad eləmək üçün, baxın, bunun qoşmasına vurmaq lazımdır. Məxrəcin qoşması 3 plus kök 2 isə qoşması nə olacaq? 3 minus kök altında 2. Aydın oldu. Bu da 14 bölünsün. Bunu müxtəsər vurma düsturudur da. Baxın, A üstə gəl B. Birə də A çıx B kimi baxsan. Sənə A kvadrat çıx B kvadratını verirmi? Verir. Yəni 3 vurursun 3 9 eləyəcək. Çıx. Kök 2'ni kök 2'ye vursan 2 eləyəcək. Bu da 10. Aha, buranı vurmamışıq. 3 minus kök 2. 3 minus kök altında 2. Aha, bunun datında bu 9'dan 2 çıxanda 7 eləyirmi? 7 ilə də 14 ixtisar gedir, yerdə 2 qalır. Olacaq 2 vurulsun 3 minus kök altında 2. Aydın oldu mu? Oldu. Bir dənə nümunə yazın buna uyğun. Bir dənə də istəyirsiniz yazaq. Misalı hardan tapaq? Məsələn 1 bölün 3 bölünsün. Belə topludan yazdım. Kök altında 5 çıxılsın kök altında 2. Bunu azad eləmək üçün nə edəcəyik? Məxrəcin qoşmasına vuracağıq. Yəni vuracağıq nəyə? Süs rəngini dəyişim. Kök altında 5 üstəgəl kök altında 2'ye vurasınız. Buranı özünüzdən vurdunuz deyə yuxarını da vuracaqsınız. İndi hesablayıram. Yuxarı olduğu kimi qalır 3 kök 5 üstəgəl kök altında 2. İndi baxın kök 5'i kök 5'e vurdum 5 elədi. Çıx. Kök 2'ni kök 2'ye vurdum 2 elədi. 5'dən 2 çıxanda 3 eləyirmi? 3 ilə də 3 gedir. Yerdə qalır kök 5 üstəgəl kök altında 2. Belə. Bu da məxrəci ilə sənətdən azad eləmək. İşimiz yüngülləşir yavaş-yavaş. Bir də mən sizə sonsuz kök düsturlarını demək istəyirəm. O da misallarda çox lazım olur. Sonsuz. Lazım olanları deyəcəm. Əslində çoxdur. 8 dənədir. Amma hansı ən çox lazımdır onları deyəcəm. Sonsuz kök düsturları. Məsələn, sən kökün altında A vur, kökün altında A vur, kökün altında A. Bunları sonsuz sayda görsən, sənin cavabın həmişə A-ya bərabərdir. Əgər burada hər hansı bir qüvvət olsa, məsələn 3-cü dərəcə olsun, 4-cü dərəcə olsun, 5-ci dərəcə olsun, fərq yoxdur. Hər hansı bir qüvvət olsa, o zaman sənin cavabın olacaq, üstü 1'ə əşiləcək. N desə yazarsan, N çıxılsın 1'də A.
Yəni tam burada 3-cü zərdədən 5 vur, 3-cü zərdədən 5 vur, 3-cü zərdədən 5 olsa, burada olacaq 3-dən 1 çıxarsan 2-ci zərdədən 5. Yəni kök altı 5-dir cavabın. Bunun bölməsi olanda A bölünsün kök altı A bölünsün kök altı A. Burada isə cavabın, bax, belə saxlayın ki, bunda heç nəməndə bura 2 demək deyil. Bir bölmədə üstü artır. Olur 3-cü dərəcədən A. N-ci dərəcə olanda n-ci dərəcədən A bölünsün. N-ci dərəcədən A bölünsün. N-ci dərəcədən A. O zaman bax burada n idi. Vurmada bir çıxdıq, düzdür? Bölmədə isə 1 toplayacaqsan. Olacaq n üstə gəl 1 də A. Məsələn, nümunə göstərim. Məsələn, 3-cü dərəcədən 5 bölünsün. 3-cü dərəcədən kök altı 5. Pis yazdım. 3-cü dərəcədən 5 bölünsün. 3-cü dərəcədən 5 bölünsün. 3-cü dərəcədən 5. Bunun cavabı olacaq 4-cü dərəcədən, çünki n üstə gəl 1-dir. 4-cü dərəcədən 5. Sonra 6-cı. Ən çox bax bizə lazım olan bura olur. 2 ardıcıl, bax 2 ardıcıl natural ədədin hasilində. Bax, ən vacibi budur. 2, bunu siz bu tərəfdə yazın. 2 ardıcıl natural ədədin hasil şəklində göstərə bilirsənsə, baxın, kök altında A, üstə gəl kök altında A, üstə gəl kök altında A, bu qayda ilə gedirsə, aha, burada üstə gəlmədə cavab, üstə gəlmədə cavab n plus 1-dir. Çıxmasında isə cavab, indi izah edəcəm, rahat olmayın. Çıxmasında isə cavab cavab n-dir. İndi bunu necə istifadə edəsən? Məsələn, nümunə yazıram. Kök altında 12, üstə gəl kök altında 12, üstə gəl kök altında 12. Düzdür? Nöqtələr. İndi dedik ki, bunu nə vaxt istifadə edə bilirsən? 2 dənə ardıcı ədədi bir-birinə vuranda. İndi 2 ardıcı hansı rəqəmi bir-birinə vuranda 12 eləyir? Hansı rəqəmləri? 3 və 4. 3 və 4. Düzdür? İndi toplamadsa cavab bunun böyüyünə, yəni nəyə bərabər olacaq? 4-ə. Əgər burada çıxma olsaydı, cavab nəyə bərabər olacaqdı? 3-ə. Aydın oldu. Məsələn, 20 yazıram. Kök altında 20, çıx kök altı 20, çıx kök altı 20 bu qayda ilə gedir. İndi 20-ni 4 vuraq 5 kimi göstərə bilirəm. Çıxmada cavab nəyə bərabərdir? Kiçiyinə. Bölmədə cavab nəyə bərabərdir? Böyüyünə. Toplama olanda böyüyünə, çıxma olanda kiçiyinə. Belə. Yəni dərs kimi izahı bitdi. Amma nümunələrdə təbii ki, ehtiyac var. Məsələn, biraz da gəlin nümunələr işləyək. Məsələn, kök altında 50 üstə gəlinsin, kök altında 64 çıxılsın, kök altı 98 64 yox, bunda 32 yazaq. 32 kimi yazsaq bunu. Aha. Kök altında 50-ni 25 vurulsun 2 kimi göstərə bilərikmi? 32-ni necə göstərə bilərik? 16 vurulsun 2 kimi. Düzdür? Çıxılsın. 98-ni necə göstərə bilərik? 49 vurulsun 2 kimi. Düzdür? 25-dən nə çıxır kök? 5, kök altında 2. 16-dan nə çıxır kök? 4, kökün altında 2. 49-dan nə çıxır? 7, kök altında 2.
5 üstə gəl 4, 9. 9-dan da 7 çıxanda nə qalır? 2 kök altında 2. Aha. Bunu da hesabladıq ki, 2 kök altında 2 elədi. Başqa misal göstərək. Bir dənə yaxşı nümunə yazacağım sizə. Məsələn, deyir ki, nümunədə topludan yazılan kök altında 13. 13-ün kəsir hissəsindən, bunun kəsir hissəsi. Yəni, deyir kök altında 13 ədədinin kəsir hissəsi ilə kök altında 13 üstə gəl 3 ədədinin hasilini tapın. Biz ədədin kəsir hissəsini tapmaq üçün nə edirdik? Ədədin özündən tam hissəsini çıxırdıq. Ədədimizin özü nədir? Kök altında 13'dür. Yaxşı, kök altında 13'dən nə çıxır? Bunu ayrıntını geçən bayaq qeyd eləmədik. Baxın, bu kök altında 13'dən nə çıxır? Onu tapmaq üçün. Fikirləşirsən ki, bu 13 hansı iki kökün arasındadır? Kök 9 ilə kök altında 16'nın arasındadır, düzdür? 9'dan 3 çıxır, 16'dan 4 çıxır. Onda kök altında 13'dən də təxminən 3,2 çıxır. Aydın oldu. Bax, məsələn, kök altında 41'dən kök nə çıxar? Bunun hansı iki kökün arasında yerləşir? Kök altında 36 ilə kök altında 49'un arasında yerləşir. Kök altı 36'dan 6, 49'dan 7 çıxırsa, kök altı 41'dən də 6 tam onda məsəl üçün 5 çıxar. Bu hissəsinin bizə önəmi yoxdur, əsas tamıdır. Onda bunları silsək, deyəcəyik ki, kök altında 13'dən nə çıxdı? 3 tam neçəsə? 3 tam onda 2 məsəl üçün. Tam hissəsi nə elədi? 3. İrrasional ədədlərdə kəsir hissəni tapmaq üçün ədədin özündən həqiqi ədədlərdə öyrənmişik bunu. Tam hissə çıxılır. Yəni kök altında 13'dən nəyi çıxacaqsan? 3'ü. Bax, bu olacaq bunun kəsir hissəsi. İndi bunun kəsir hissəsindən vur kök altında 13 üstə gəl 3'ü. Hasilini tap deyir. İndi gəlin vuraq. Kök 13'ü kök 13'ə vursam 13 eləyir, çıx. 3'ü 3'ə vursam 9 eləyir. 13'dən 9 çıxanda 4. Sonra məsələn belə bir sual var. Deyir ki, kökün altında kök altı 5 çıx 9'un kvadratı. Bu deyir hansı iki ədədin arasında yerləşir. Baxın, bu kvadrat bu kökü apara bilir, bayaq öyrənmişdik. Amma harda çıxır? Cütdür deyə də çıxacaq modulda. Bax, burada çaşmayın ha. Cütdür deyə modulda çıxdı. Bax, bayaqki bir şəkildə demişdik. Deyəsən buraydı. Yox. Aha, baxın. Cütdür deyə modulda çıxır, təkdir deyə modulsuz çıxır. İndi burada da bizdə ifadəmiz cütdür deyə, baxın, cütdür deyə 2-2. Ona gələn qalacaq, modulda çıxacaq. Modulda çıxandan sonra indi baxacağım. Bunun qiymətinə baxacağım. Mənfidirmi, müsbətdirmi? Kök altında 5'dən təxmini nə çıxır? 2 tam neçəsə? 2 tam onda 1 deyək, düzdür? 2 onda 1'dən 9 çıxanda neçə eləyir? Mənfi 6 tam onda 9. Deməli, 2 tam onda 1 çıx 9 mənfi elədi. Mənfi elədirsə onda bunun qiyməti nə olur? Modulun ifadəsində mənfi varsa yerləri dəyişib çıxır moduldan. Yəni nə çıxacaq? 9 çıxılsın kök 5. Aha, bu da hansı iki ədədin arasında yerləşir? Təxmini hesablayıram. 9 çıxılsın kök 5'dən 2 onda 1 çıxsa eləyir 6 tam onda 9. O da 6 və 7 arasında yerləşir. Buna uyğun bir dənə nümunə deyəcəm. Məsələn, kökün altında nə deyək buna? Kök 5 çıx 2'nin kvadratı. İndi baxın burada. Bu kvadrat bu kökü aparır, amma harda çıxır? Modulda. Modulda kök 5 çıx 2. İndi bunu hesablayıram. Kök 5'dən təxmini 2 onda 1 çıxır.
2 onda 1-dən 2 çıxanda 0 onda 1 eləyir. Yəni müsbət eləyir. Müsbət eləyirsə elə onda özü çıxacaq. Kök 5 çıx 2. Əgər bunun qiyməti mənfi eləsəydi, o zaman nə çıxardı? 2 minus kök 5. Yəni mənfi eləyirsə yerləri dəyişir, müsbət eləyirsə olduğu kimi çıxar. Davam edək. Belə bir misal yazaq. Üçüncü dərəcədən 3 vurulsun y üstündə 0 vurulsun kök altında 3 vur 9 üstündə 12-də 7. Aha. İndi baxın, mən burada çalışım ki kökdən çıxarım. Kökdən necə çıxararaq? Bunu 3 üstündə, bayaq nə demişdim ilk şəkillərdə? Bu bizdə nə idi? Məxrəc. Buradakı üstündəki ədəd də bizim nəyimizdir? Surətimiz. Üstündə də heç olmayanda 1 deməkdir. Aydındır. Y üstü 0 bütün ədədin üstündə hansı qüvvəti görsən, onun cavabı 1'dir. Bir də yazmasan olar. Vur. Kök altında 3 necə yaza bilərsən? 3 üstündə. Burada heç olmayanda nə deməkdir? 2. 3 üstü 2-də 1. İndi 9'u necə yaza bilərsən? 3'ün kvadratı 10 da üstündə 12'də 7. Düzdür. İndi belə yazıram. 3 üstündə 3'də 1. Aha. Bu bölmə də düzdür. Bölmədə əsaslarım eynidirsə, 7-ci sinif natural üstü qüvvət dərsindən üstlər neyinilir? Çıxılır. 3'də 1 çıx 2'də 1. Vurulsun. 3 üstündə 2 ilə 12 xısar getsə nə qalır? 6'da 7. Düzdür. İndi biraz da sadələşdirirəm. Bunu 6'da 2 çıx 6'da 3. Bu vurmadır. Vurmada üstlər neylənir? Toplanılır da. Əsaslar eynidirsə. Üstəgəl 6'da 7. Bu da bizə verdi. 3 üstündə 6'da 2'dən 6'da 3 çıxıram. Mənfi 6'da 1. Üstə də 6'da 7 gəlirəm. 6'da 6. Yəni 1. 3 üstü 1 nədir bizdə? 3. Aydın oldu mu? Baxın. Bu da bizim bir misalımız. Məsələn, başqa bir nümunə deyirəm. 2'nin üstündə kökün altında 3 çıx, kökün altında 2 vurulsun. Kökün altında 3 üstə gəl kökün altında 2. Burada yerlər dəyişik də ola bilər. Heç bir fərqi yoxdur. Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu da olacaq 2 üstündə. Kökçü kökçə vursam 3 eləyir. Çünki qüvvətin qüvvəti ona neylənir? Vurulur. Kökünü köküyə vursam 2 eləyir. Bu da eləyir 2 üstündə 1, yəni 2. Bir də belə bir misal da var. Kəsillərin ixtisarı. Köklü ixtisarı necə eləyəcəksiniz? Bir kere nümunə ondan deyək, sonra saxlayaraq videonu. P kvadratı çıx Q bölünsün. P Q üstündə 2'də 1 üstəgəl Q. Bax, bunu necə ixtisar eləyəcəksən? Qəşəng suallardır bunlar. Çox da düşür imtihana. Baxın, tək gördüyün Q, bax, tək gördüyün Q'nü sən belə yaza bilərsən. Kök altında Q'nün kvadratı kimi. Aydındır. Məsələn, Q üstündə 2'də 1'i bu nə deməkdir? Bayaq nə demişdik? Kök altında Q deməkdir də. Çünki bura 2'dir, burada həmişə 1'dir. İndi sadələşdirirəm. P'nin kvadratı çıx. Q'nü kök altında Q'nün kvadratı kimi yaza bilərəm. Bu da olacaq P. Q üstü 2'də 1 necə yaza bilərəm? Kök altında Q.
Bayaq da dedim. Üstə gələk. Təkcə Q-nü necə yaza bilərik? Təkcə Q-nü. Kök altında Q-nün kvadratı kimi. Aydındır. İndi bərabərdir. Bunu buradan yazıram ardına. Bu hissəsi izah üçün idi. Bərabərdir. İndi baxın. Burada P kvadrat çox kök Q kvadratı sənə müxtəsərdən A kvadratı çox B kvadratı düsturunu xatırladırmı? Bu nasıl necə idi? A çox B vurulsun A üstə gəlsin B. İndi onu da tətbiq edirəm. Olacaq P çox kök altında Q P üstə gəlsin kök altında Q. Burada isə ortaq vuruq var. Ortaq vuruq nədir? Kök Q. Kök altında Q'nü ortaq vuruq çıxarsam nə qalacaq? P. Burada da kök altında 2 dənə idi. Biri çıxdı, biri qaldı. Düzdür. Bunlar da getdi. Qaldı P çıx kök Q böl Q. Yəni bu cavab. Bunu belə edə bilərsiniz. P böl kök Q ayrı-ayrı kəsirlərdə. Kökünü də kök Q'yə bölsəm 1. Sonra belə bir misalda yazıram. A üstə gəlsin 2 kök altında A plus 1. Müxtəsər vurma düsturlarını əzbər bilin ki, bunu tətbiq edə bilərsiniz. İndi bayaq nə demişdim? A-ya nə kimi baxa bilərsən? Kök altında A-nın kvadratı kimi. Üstə gəlsin 2 vurulsun kök altında A. Üstə gəl 1-ə də 1-in kvadratı kimi baxa bilərik. Bölünsün. A-ya nə kimi baxıram? Kök altında A-nın kvadratı. 1-ə nə kimi baxıram? Elə 1-in kvadratı. İndi bu mənə düstur verir. Nə düstur verir? Baxın. A-nın kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı. Müxtəsərin birinci düsturunun açılışıdırmı? Yəni A plus B-nin mötərizə kvadratı. A bizdə kök altında A-dır. B də bizdə 1-dir. Bunun kvadratı. Aşağıda da baxın. Kvadratlar fərqli düsturunu verir. Bir dəfə çıx, bir dəfə toplama. Kök altında A plus 1, kök altında A minus 1. Bunun birindən bunun biri getdi. Cavab olaraq nə qaldı? Kök altında A plus 1, kök altında A minus 1. Bir dənə də ortaq məxrəc sizdən yazaq. Sonra videonu saxlayaq. Yetəri qədər uzun oldu. Kök altında A. Yazdığı nümunələr hamısı topludandır. 1 çıxılsın A. Üstə gəlinsin. A bölünsün. A çıxılsın 1. Bölünsün. 5 kökün altında A. Kökün altında A üstə gəl 1. İndi baxın. Rasional kəsirlər dərsindən bilirik ki, bura 1 çıx A-dır, bu A çıx 1-dir. Sən bunu da 1 çıx A kimi yaza bilərsən. O halda ki, buranın işarəsini dəyişəsən. Olacaq nə? Kök altında A, 1 çıx A, çıx burada 1 çıxa. Bundan yerini dəyişə bilərsən. O halda ki, baxın, buranın işarəsini dəyişəsən. Bundan yerini dəyişəndə buranın da işarəsi dəyişir. 1 çıxılsın A-da A. Bunu da həll eləsəm, ortaq məxrəc 1 çıxılsın A-dır. Bu da kök altında A çıxılsın A. Düzdür. Bölmə vurmaya keçid sürətlə məxrəcin yeri dəyişirmi? Olacaq burada 5 kök altında A. Burada da kök altında A plus 1. İndi baxırsınız, deyirsiniz A. Heç bir ixtisar yoxdur, düzdür? Var, ixtisar gizlidir orada. Kök altında A. Mənə demişdim sizə, A-ya nə kimi baxa bilərsiniz? Kök altında A-nın kvadratı kimi. Bölünsün, 1 çıxılsın A. Vurulsun. Kök altında A plus 1, 5 kök altında A.
Buradan kök altında A-nı qırağa çıxartsam, nə qalır yerdə? 1 minus kök altında A. Düzdür? Burada kök A-nı çıxartdım. Burada 1 qaldı. Burada da A-nın 1-i qaldı. Bölünsün 1 minus A. Uzun sağlaymış. Buranın da kök A plus 1 və yaxud da 1 plus kök altında A kimi yaza bilərik də. Düz deyil. Bölünsün 5 kök altında A. İndi baxın. Kök A-nın kök A getdi. Yerdə nə qaldı? Bunu buna vuranda 1'i 1'e vururam 1. Kök anda A'ya vururam. A eləyir mi? Ha? Aşağıda da 1 çıxılsın. A vurulsun 5. Bunlar getdi. Qaldı 5'də 1. Bunu buna vuranda niyə 1 çıxayladı? Çünki A kvadrat çox B kvadrat üstüründən. 1'i 1'e vurdum. 1 elədi. Kök A'nı kök A'ya da vurdum. A elədi. Məncə bu qədər izah yetərlidir. Belə, bu qədər.